Hörmətli izləyicilər, əziz kimyasevərlər, sizinlə növbəti EFM sınağının izahı ilə qarşınızdayıq. İzah başlamamızdan ilk öncə bu cür videoların davamı olmasını istəyirsinizsə, kanalımıza dəstək məqsədi ilə abunə olmağı və bəyənməyi unutmayın. Birinci sualda soruşur ki, silisyumun təbiətdə 3 izotopu olduğunu fərz edək və 28 izotopu yayılma faizi 92% olarsa 29 izotopun yayılma faizini hesablayın. Ona görə orta kütlə ədədini tapılma düsturunun yerinə yazırıq. Buradan 28,11 bərabərdir. 28 vurulsun 92'ye üstüne gəlirsən 29 vurulsun x sonra 30'a da üstə gəlinsin. 30 ise 100'den 92'sini çıxsaq 8 qalacaq. 8 minus x vurulsun 30'a bölünsün 100'e. Bu tənasübü də vurub açsaq, burada nə eləyəcək? 2000 bərabərdir 28'i 92'ye vuranda 2576 alınır. 2576 üzerine geleceğim 29x üstüne de yine de geleceğim 240 çıkacak 30x buradan da demek 2576 ile 240'ı cəmləsək 2816 eləyəcək. 2816'ın da bu 29x'dan da 30x buradan da mənfi deməli x'i bu üzə keçirsək 2816'dan da 2811'i çıxsaq qalacaq 5. Deməli yayılma faizi 5 imiş. Növbəti sualımızın izahına baxırıq. Verilən maddələrdən neçəsi müxtəlif element atomlarından ibarət olduğunu müəyyən edin. Deməli, bura diqqətlə baxsaq, almozun tərkibində karbon var. Sonra ozonun tərkibində oksigen, fosforun tərkibində fosfor, karbinin tərkibində karbon, oksigen tərkibində baxırıq, görürük 3 dənədir. Sonra deyir cədvələ əsasən doğru olanları müəyyən edin. Kalsium klorid A. Deməli, amonyak yadınızda saxlayın ki, qaz halında olan maddələr temperaturdan asılı olaraq temperaturun tərs mütənasib. Temperatur artanda qaz halında olan maddələrin həll olması azalır, amma bərk halda olan maddələrinki artır. Ona görə B böyükdür A-dan. B A-dan böyükdür, yəni ikincisi. Qaz halında da olan maddələrdə aşağı temperatur. Orada da C böyükdür D-dən. Burada da C böyükdür D-dən. Ona görə də 2, 4 A variantı 3-cü sualımızda uyğun gəlir. Hansı element çatışması böyüməni ləngidir, sinir sistemini gərginləşdirir? Bilirsiniz ki, bu sink elementidir. Ona görə də A variantı. Hansı ifadələr doğrudur? Mərmərin davamlılığı və bərkli əhəng daşından azdır. Xeyr, yanlışdır. Əhəng daşının davamlılığı mərmərdən aşağıdır. Bizə doğrunu soruşur. Metamorfik sıxırlar tədricən maqmatik və çökmə sıxırın sıxılmasından əmələ gəlir. Bu düzgündür. Mərmər tədricən sıxılaraq əhəng daşına çevrilir. Xeyr, əhəng daşı sıxılıb mərmərə çevrilə bilər. Ona görə də yanlışdır. B variantı. Verilən maddələrin içərisinin hansının keyfiyyət tərkibi fərqlidir? Naşatır spirtinin. Çünki şəkərində, sirkədə, etanolda bunların tərkibi təxminən karbon, hidrogen, oksigenden ibarətdir. Naşatır spirtinin tərkibində isə azotda vardır. Karbon yoxdur. Naşatır spirtinin formu NH4OH-dır. Sonra deyir ki, maddə aqreqat alım. Cədvələ əsasən emulsiyanı müəyyən edin. Emulsiya nədir? Mayələrin mayedə həll olmayan qarşılığıdır. Burada da uyğun gəlir. Mayenin mayedə
həll olmayan qarşığı T-dir, D uyğun gəlir. Məsələn, bərk həll olursa encisli qarşıqdır. Həll olmursa suspenziyadır. Maye həll olursa indincisi qarşıqdır. Şəkildə hissəciklərin modeli verilmiş maddələr üçün hansı ifadələr doğru deyil? 1 və 2 kimyəvi elementdir. Bu doğrudur. Bizə yanlışı soruşur. 3 kimyəvi birləşmədir. Bu da doğrudur. Bizə yanlışdır. 2 atomlu molekuldur. Doğrudur. Yanlışı 3 atomlu elementdir. Element deyil. Kimyəvi birləşmədir. Yəni buna görə bunu götürürük. Kütlələ 59 olan atom nüvəsində yüksüz zərrəciklərin sayı, yüklü zərrəcik 3 vahid çoxdur. Atom proton sayını müəyyən edin. Yüksüz zərrəciklərin sayı, yüklü zərrəcik sayından 3 vahid çoxdur. Yəni neytron bərabərdir proton üstə gəlinsin 3. İndi kütlə ədədi, yəni A bərabərdirmi proton üstə gəlinsin neytrona. Bu da buradan bərabərdir. Kütlə ədədi 59, yəni A-nın yerinə 59 yazırıq. Protonun yerinə po yazırıq. Neytronun yerinə isə proton üstə gəlsin 3 yazsaq. Buradan da 2 P bərabərdir 56-ya. P də bərabərdir 28-ə. Bu da D variantı 9-da uyğun gəlir. Şəkilə əsasən neytral X atomunun Y5 iyonu elektron saylarının cəmini müəyyən edin. Neytral X atomu. Neytral X atomu deməli 2, 1, 2, 3, 4, 5, 6, 7, 8. Deməli bu 10'dur. Burada elektron. Özündən 3 dənə elektron verib 13. Neytral X atomunun protonunun sayı 13'dür. Və müsbət Y5 deməli 1, 2, 3, 4, 5, 6, 7, 8. Burada da 10'dur. Özünə 3 dənəsini alıb 10 olub. Onda Y-dən 3'ün çıxsın. Ondan 3'ün çıxsaq 7'si. Bizə də deyir, burada neytraldır. Bizə də deyir ki, müsbət 5 olsa. Bu müsbət 5 olsa, bunun elektronunun sayı da 2 olacaq. 2 olmuş olacaq. Və bu ikisinin cəmi 13-dən 12-nin cəmi eləcək 15. Bu da A variantına uyğun gəlir. Bu qədər. Diqqətinizə görə sağ olun. Bəyənməyi və kanalımıza abunə olmağı unutmayın.